gözəl bayram münasibəti ilə, bu mübarək bayram münasibəti ilə hamınızı təbrik edirəm. Allah bu bayramı bizə mübarək eləsin. Allah gələn günlərimizi keçən günlərimizdən xeyirli, faydalı eləsin inşallah. Çox gözəl bir bayramdır və təəssüflər olsun ki, hər il bayram gələndə bu mövzu səngimir ki, dinin buna münasibəti necədir, İslamın buna münasibəti necədir. Bir dəstə də radikal insanlar var ki, onlar milli olan, insani olan hər şeyə cihad elan ediblər. Novruzu da bir şirk əlaməti kimi təqdim edirlər, bütpərəstlik əlaməti kimi təqdim ediblər və işlərin güclərini atıb bu kimi ayinlərimizlə, adət-ənənələrimizlə mübarizə aparırlar. Bu barədə mən bugün danışmayacağım. Bu yaxında bir müsahibə də vermişdim. Orada biraz fikir elə bil ki, düzgün anlaşılmamışdı ki, mənim dilimlə belədir ki, Novruz İslam bayramıdır. Novruz İslam bayramı deyil, İslamdan çox-çox qədimlərə aid olan bir bayramdır və orada biz qeyd eləməmişik ki, Peyğəmbər bu bayramı qeyd edirdi. Hədislər var ki, Əhl-i Beytdən, Peyğəmbərdən ki, bu bayrama müsbət yanaşıblar. Amma heç də vacib deyil ki, hər bir şey haqqında hədis olsun. Mütərəqqi olan, insani olan, müsbət olan hər nə varsa din onu dəstəkləyir. Din mənfiliyin, belə deyək, insanlığa yaraşmayan əməllərin əleyhinədir. Din yayıldığı ölkələrdə İslam ona görə yayıldı ki, xalqların mədəniyyətinə hörmətlə yanaşdı. Oradakı şirk elementi var idi, tohidə zid, insanlığa zid nəsə vardı, ondan təmizlədi, amma adətlərlə cihada qalxmadı. Adətlərə legitimlik verdi, yaşatdı, adətləri zənginləşdirdi, adətlərlə zənginləşdi. Dinin gözəlliyi bundadır.